5 il əvvəl Nail Naiboğlu'nun qonağı olmuşdum. Bugün yenidən qonağıyam. Bilmirəm nə suallar verəcək. Heç vaxt məndən müsahibə götürənlərə sualları əvvəlcədən göndərin demirəm. İndi də heç bir şey demədim. Çalışacağım, səmimi olun. Mən hazıram. Niyə görə bugün hamı nədənsə narazıdır? Hamının nədənsə narazı olmaması üçün təbii ki, çox böyük şərtlər lazımdır. İnsanlar çox xəyal qurur, insanlar çox arzu tutur ürəyində, gələcəyə yönəlik stratejilər planlayır. Çox təəssüf ki, böyük əksəriyyət onu gerçəkləşdirə bilmir. Gerçəkləşdirə bilməməyinin də nədənləri var. Həm sosial sahədə, həm iqtisadi sahədə, həm münasibətlər sistemində olan problemlər insanları özünü gerçəkləşdirməyə imkan vermir. İnsanlar özünü gerçəkləşdirə bilməyəndə çox şeydən narazı olur. Bəs biz nə etməliyik ki, narazı olmayaq? Bizim narazı olmamağımız üçün təkcə bizdən asılı şərtlər deyil. Bizdən asılı şərtlərdən daha vacib elementlər var. Bu da idarə etmədir. İdarə edənlər insanları deyil, insanların maraqlarını idarə etməyi düşünməlidirlər. Çox təəssüflər ki, bizdə insanları idarə etməyə daha çox meyl edirlər və insanlar da həmişə idarə olmaq istəmirlər. Maraqlar idarə olunanda o daim olur. O maraqların arxasınca düşür insanlar, onların da maraqlarını yönləndirirlər. Bu və ya digər şəkildə təmin olunur onların maraqları və beləcə insanlar yavaş-yavaş öz həyatlarından məmnun qalırlar. Dünyada indi nə baş verir? Əslində bizdə baş verənlər həm də dünyanın ümumi halından çıxan bir baş vermədir. Dünya yeni bir düzənə girmək istəyir, yeni bir düzənə hamilədir dünya. Dünya uzun illər universal dəyərlər və liberal düşüncə ilə idarə olunan dünya birdən-birə sərt, radikal, həm də biraz da maraqlarını aşırı şəkildə müdafiə edən bir sistemə keçid etdi və bu da mütləq və mütləq müharibələrlə sonuclanmalı idi. İndi yeni bir düzən yaradılır. Yeni bir düzən yaranır. Kim hesab edirsə ki, dünya çox böyükdür və hər kəs də müstəqildir, hər kəs də öz siyasətini istədiyi kimi aparır. Bu biraz sadəlövhlük olardı. Dünya vahid bir tamdır və dünyanın da bugün yiyəsi varmış kimi görünür. Qəbul etsələr də, etməsələr də bugün Azərbaycanda pul qazanırsan, nə qədər istəsən, tutaq ki, maaş alırsan, kartına yığırsan, gedib başqa bir xarici ölkədə o kartı vurub çıxardığında qazandığın və öz ölkənin manatı çıxmır. Orada Amerika Birləşmiş Ştatlarının dolları çıxır. Demək ki, dünyanın yiyəsi var. Biz bəzən qəbul etmək istəmirik, biraz da fərqli şəkildə yanaşırıq. 2020-ci ildə bir şərait yarandı. Dünyanın yeni düzənə hamiləliyi dönəmində Azərbaycan ustalıqla istifadə etdi, torpaqların işğaldan azad etdi, suverenliyini bərpa etdi. Bu da ağılın göstəricisi idi. Gələcək üçün də 2028-ci ildən sonra dünyada universal dəyərlərin müdafiə olunacağı və hakim olacağı dövrə ən azı maraqlar baxımından olacaq. Məsələn, Amerika Birləşmiş Ştatlarının rəqibi indiki kimi Rusiya və yaxud da İran olmayacaq. Onda Çin olacaq daha böyük və açıq rəqibi. Çindən isə insan haqlarına hörmət tələb olunacaq, demokratiya tələb olunacaq, qanunların aliliyi tələb olunacaq. Ondan onu tələb edəndə bizdən daha çox şeylər tələb olunacaq bizim kimi dövlətlərdən və yaxud da buna oxşar dövlətlərdən. Ona da biz hazır olmalıyıq, onda da o məsələləri elə şəkildə həyata keçirməliyik ki, biz ayaqlar altında qalmayaq. Bizim hazır olmağımız üçün nə lazımdır? Bizim hazır olmağımız üçün yaxşı strateji düşüncə lazımdır. Bu istiqamətdə konstitusiya islahatları lazımdır, bu istiqamətdə münasibətlər sistemini yeni mərhələyə çıxarmaq lazımdır, bu istiqamətdə siyasi münasibətləri tənzimləmək lazımdır, iqtisadi və sosial münasibətlər sistemində yeni addım atmaq lazımdır, Azərbaycanın demoqrafik balansını düzəltmək lazımdır. Görürsünüz, adi hamımız şəhərdəyik, şəhərin yükü nə qədərdir, kənd yerlərində nə qədər boşalmalar var və s. Bu demoqrafik yükü balanslaşdırmaq lazımdır. Azərbaycanın gələcəkdə təhlükəsiz qida sistemini yaratmaq, Azərbaycanın ərzaq məhsulları ilə özünü təmin etməsi istiqamətində sürətli keçidlər etmək, kənd təsərrüfatına çox ciddi investisiya qoymaq, Azərbaycanda insan haqlarının qorunması, məhkəmələrin azad olunması, korrupsiya və rüşvətxorluğun qorunması və sıradan çıxarılması istiqamətində sistemli addım atmaq, özünü idarə etmə orqanlarına səlahiyyət verib
məsuliyyəti dövlətin üzərinə yox, vətəndaşın seçdiyi şəxslərin üzərinə qoymaq lazımdır. Tutaq ki, icra hakimiyyəti təyin olunan orqanda icra hakimiyyətinin üzərinə məsuliyyət qoymaq lazım deyil, bələdiyyənin üzərinə qoymaq lazımdır. Vətəndaş seçməlidir, sonra o seçkiyindən tələb etməlidir, o seçkiyə məcbur olub gələcək seçkilərdə siyasi iddiası varsa iştirak etmək naminə vətəndaşın ondan istədiklərini və vətəndaşın maraqlarını təmin etməlidir. Biz bunları etməliyik qısaca. Azadlıq İqbal Ağazadə üçün nədir? Mənim üçün azadlıq istəmədiklərimi etməyə məcbur edilməməkdir. İstədiyimi etmək deyil mənim üçün azadlıq. İstəmədiklərimi etməyə məcbur edilməməkdir. Mənim üçün azadlığın sərhədi bu qədərdir. Ümumiyyətlə İqbal Ağazadə azaddırmı? Mən azadam demək biraz çətindir, çox çətindir. Çünki mən cəmiyyətin bir parçasıyam. Hamımız cəmiyyətin bir parçasıyıq. Bu cəmiyyətdə azadam demək üçün biraz da dəli olmaq lazımdır. Mən hələ ağlım yerindədir. Niyə sizi çox istəyirlər? İnsanlarda sizə qəribə bir simpatiya var. Çünki mən də onları sevirəm. Hər bir insan o sevgini hiss edir. Hansı enerji gəlir, ona hansı enerji axır, onu görür və ona görə də təəccüblü bir şey yoxdur. Çünki mən insanların hamısını sevirəm. Mənim üçün kim bəslədiyim, nifrət bəslədiyim bir kateqoriya, adam, insan, belə bir tip yoxdur. Mən hər kəsə biraz da fərqli baxıram. Hamı insandır. Ümumiyyətlə bu yola çıxanda bilirdinizmi ki, İqbal Ağazadə olacaqsınız? Mən bu yola çıxanda kim olacağımı düşünmürdüm. Mən ümumiyyətlə həyatım boyu kim olmağı düşünməmişəm, adam olmağı düşünmüşəm. Və adam olmaq üçün çalışmışam. Adam olmaq isə böyük mənada adamdan söhbət gedir. Böyük mənada adam olmaq çox çətindir. Hər kəsin böyüklük bilirsiniz, biraz da belədir də bir şam kimi yanmaqdır, bir ocaq kimi yanmaqdır. Hər kəs ətrafında qızına bilsin. Mən çalışmışam hər kəs ətrafımda qızına bilsin. O közü öz qabağıma çəkməyim heç zaman. İstəmişəm o közdən, mən yanımda o közdən hər kəs qızına bilsin. Heç peşman olduğunuz anlar olurmu ki, kaş ki bu yolu getməzdim? Yox, əslində Allah biraz da ömür versin, daha yaxşı yolları gedə bilək. Yox, peşman deyiləm, heç nədən peşman deyiləm. Bilirsiniz, niyə peşman deyiləm? Bir sevgi varsa sənə, münasibət müsbətdirsə sənə, sənin dediklərin cəmiyyətin içindən keçə bilirsə, ağrısından keçə bilirsə, sənin dediyindən kimsə təskinlik tapa bilirsə, sənin dediyindən kimsə arzu qura bilirsə, kimsə sənin dediyindən ümid olaraq yapışıb bir yerə gedə bilirsə, demək ki, peşman olmağa dəyməz. Peşman deyiləm. Niyə deyirlər ki, siyasət bir oyundur? Siyasətçilər də oyunçu. Mən əgər o mənada yanaşsaq, həyat da bir oyunda, hamımız gəlirik, səhnənin bir yerində yer alırıq, bir dekorasiyanın yerində dururuq və sonra ömrümüz bitir, köçüb gedirik. Əgər o mənada baxsanız, hə. Amma siyasət heç vaxt oyun olmayıb. Siyasət çox müqəddəs bir peşədir. Niyə bilirsinizmi? Toplumun mənafeyinə xidmət etmək, çoxluğun mənafeyinə xidmət etmək, cəmiyyətin maraqlarına xidmət etmək. Bundan gözəl nə olar? Özündən çıxırsan, öz olmaqdan çıxıb biz olursan, böyüyürsən, cəmiyyət üçün işləyə bilirsən, toplum üçün işləyə bilirsən. Bundan gözəl nə var ki? Bunu oyun kimi niyə qiymətləndirirlər? Bilirsiniz, bəzən çirkli niyyətləri, çirkli planları ört-basdır etmək üçün onu siyasətin ayağına yazırlar. Amma vallahi siyasət deyib bir şey yoxdur. O hamısı insanların əməlləridir. İnsan o cür olur. Bu qədər. Nə vadar etdi İqbal Ağazadəni siyasətçi olsun? Ümumiyyətlə o yola bir nəzər salaq da. Məni ictimai siyasi proseslər bəlkə bilmirəm, bəlkə qismət, bəlkə tali, bəlkə Allahın əvvəlcədən yazdığı alın yazsın. Ümumiyyətlə inanırsınızmı belə şeylərə? Alın yazsına, taliyə. Mənim inanmamağa haqqım yoxdur. İnanmaq üçün ən azı xeyli əsasım var. Çünki ətrafımızda baş verən hadisələr, bəzən təsadüflərin üst-üstə düşməsinin içərisində bir qismət də olur. O qismətdə də Musa Yaqub demişkən taliyin qisməti rast saldı bizi. Görürsən, təsadüfdən bir yerdən birinə rast gəlirsən. Eləsinə rast gəlirsən ki, ömrün dəyişir. Eləsinə rast gəlirsən, taliyin dəyişir. Elə adama rast gəlirsən ki, günün qar olur. Elə adama rast gəlirsən ki, o günü itirməli olursan və yaxud da bütün planlarını alt-üst olur. Elə bir işin arxasınca gedirsən, təsadüfən birinə rast gəlirsən, hər şey qismət
adını nə istəyirsiniz qoyun. Leksikonumuzda, dilimizdə ifadə forması qismətdir. Bu var, bunu deyə bilmərəm, məni nə gətirdi. Mən bu olmaq istəyirdimmi? Yox, bilmirəm. Taledə də gəldik, bir yerə çıxdıq və sual versəniz ki, bir də siyasətçi olardımı, deyə bilmərəm. O da şəraitdən asılı ola bilər. Olardımı, olmazdımı, bəlkə başqa bir şey olardım. Bəlkə ən avaralardan biri olardım. Bəlkə şofer olardım, sürücü olardım. Bilmirəm kim olardım. Amma hər halda bəlkə avara tində dayananın biri olardım. Bəlkə gedərdim, fəhlə işləyərdim, bilmirəm. Bəlkə diplomat olardım. Bəlkə oğru olardım, bilmirəm. Qanuni oğru olardım, heç deyə bilmərəm. Amma bu dönəmdə buyam və bundan məmnunam. Sizi başqa bir sahədə təsəvvür edə bilmirəm. Sanki İqbal Ağazadə ilə bu dünyaya siyasətçi olmaq üçün gəlib. Obraz görünür, tamamlanıb. Məsələn, vaxtı ilə məni səhnədə də görmək istəyən olub. Doğrudanmı? Məni televiziyada da görmək istəyən olub, diktor kimi. Allah onların hamısına rəhmət eləsin. Bəlkə bu barədə danışaq. Yəni, görmək istəyən... Maraqlıdır. Yəni, məsələn, Akşin Babayev vardı rəhmətlik, sonra Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri oldu. Əvvəl işləyirdi Azərbaycan Dövlət Televiziyasından və bizə türk dilindən dərs deyirdi, türk dili ədəbiyyatından dərs deyirdi. Məsələn, o ASTV-də işləyəndə mənə dedi, təklif etdi ki, gəl ASTV-də diktor işlə. Dedim, Akşin, mənim arzularım və xəyallarım diktorluqdan biraz fərqlidir. Mən arzularımı, xəyallarımın arxasınca getmək istəyirəm. Və yaxud da hüquqşünas ixtisası alandan sonra mənə təklif etdilər ki, əvvəlcə prokuror köməkçisi, sonra prokuror işlədim. Mən işləyə bilmərəm. Mənim xəyallarım biraz ondan fərqlidir və mən Azərbaycan reallığında prokuror işləyə bilmərəm. Yəni, o obraz deyirsiniz, o obraz bəlkə zaman-zaman peşəm olaraq və bunun içərisində olaraq gəldiyim üçün biraz donu biçilib üstümə. Bəlkə ondan sonra, amma mən də əvvəldən siyasətçi olmamışam ki, mən də əvvəldən sıradan biri, bir tələbə, bir dost, bir sıradan bir insan olmuşam. O illərə qayıda bilərikmi? Əlbəttə. Maraqlıdır. Adi vətəndaş, İqbal Ağazadə. Biz biraz adi vətəndaş ola bilmədik. 1988-ci ildən proseslər başlayanda biz tələbəlik həyatına başladıq və orada adilikdən çıxdıq artıq. Tələbə həyatı, mitinqlər, milli azadlıq mübarizəsi, Qarabağ döyüşləri və s. bizi artıq adi vətəndaş olmağa qoymuyor. Biz gəncliyimizi yaşaya bilməyən insanlarıq. Biz taleyimizi yaşaya bilməyən insanlarıq biraz da. Biz nə sevgimizi yaşamışıq, nə gəncliyimizi yaşamışıq, nə uşaqlığımızı yaşamışıq. Biz nə tələbəlik həyatını yaşamışıq. Biz bunların heç birini bütöv yaşaya bilməmişik. Günahkar özünüzsüz, yoxsa? Cəmiyyət, biz deyilik. Mənim nə günahım var idi ki, Qarabağ işğal olunurdu. Mənim nə günahım var idi ki, Azərbaycanda torpaqların işğalı ilə bağlı bir hərəkat başlamışdı və yaxud da SSR-nin dağılma prosesi idi, milli azadlıq hərəkatı idi və biz o tələbə hərəkatının içərisində idik. Amma bir vətəndaş kimi də, bir insan kimi də kənarda dura bilməzdik. Biz də bunun ən azı fərqindəydik və içimiz yanırdı, biz oradaydıq. Sonra savaşda iştirak etməyimiz, Qarabağ savaşında, 1-ci Qarabağ savaşında və s. və s. Sonra demokratiya uğrunda mübarizə, insan haqları uğrunda mübarizə, cəmiyyətin demokratikləşməsi, insan haqları, bunlar hamısı bizim artıq mübarizəmizin rənginə çevrildi. Ona görə biz istədiyimizi yaşaya bilmədik. Nə var idi 60-70-ci illərdə yaşamağa? Standart bir ömür var idi, oxuyurdun, savadlıydınsa, biraz da gedib partiya məktəbində oxuyub, sonra Komsomolova partiya sistemində yüksələ bilərdin, bir yer tuta bilərdin, əgər savadın var. Sən savadın varsa və yaxud da bu istiqamətdə böyüyə bilirdinsə. Məsələn, mən deyərdim ki, mənim o savadım var idi. Mən universiteti qırmızı diplomla bitirmişəm və bir imtahandan belə 4-üm yoxdur. Bir imtahandan belə 4 almamışam. Mən orta məktəbi də eyni cür bitirmişəm. Deyərdim ki, bu savad var idi və bu savadın bəlkə ən yaxşı diplomat olardım, bəlkə ən yaxşı birinci katib olardım və yaxud da kim olardım, bilmək olmaz. Partnomenklatura işçisi olardım, bəlkə alim olardım, bilmək olmaz. Amma o dövr biraz fərqli dövr idi. O dövrün özünün standartları vardı. Bizim dövrün standartları yox idi. Bizim dövrün standartları olsaydı bizim nəsil daha yaxşı
daha imkanlı, cəmiyyətə daha xeyirli nəsil olardı. Bizim nəslin o imkanları olmadı. Biz qeyri-standart, situativ vəziyyətlərə uyğun davranmalı və yaşamalı olan adamlar olduq. Amma deyirlər, indiki dövr maraqsızdır. Yox, mən deməzdim. İndiki dövrün də öz maraqları var. Biraz maraqlar və zövqlər, biraz mədəniyyətlər və məişətlər çox təəssüf ki, aşılanıb. Məsələn, bugün iki dost rastlaşır. Qarşılaşanda birinci dediyi bir gedək yeyək içək. Başqa bir şey yox idi. Başqa bir şey yoxdur. Gedib yeyib içmək də nədir? Lülə, tikə, bastırma, ortaya bir dənə bunu gətir. İçənlər də deyirə bir dənə də araq gətir. Həyat budur. Oturdular. Mahiyyət orada danışıq nədən ibarət olmuş olsa belə, bütün düşüncə, təfəkkür o lülə kebaba söykən. Bax, bu faciədir. Zövqlər korlanıb. Məsələn, tutaq ki, 80-ci illərdə qulaq asılan musiqi ilə indiki musiqinin arasında çox böyük fərq var. Çünki o musiqi təqdim olunan musiqi fərqli musiqi idi, indiki musiqi. Teatr başqa idi ki, indi heç teatr yoxdur. Kino sənəti başqa idi biraz. Dünyaya açılmışıq, texnologiya inkişaf eləyib. İndi bizim həsrətlə baxdığımız və yaxud da qiymətləndirdiyimiz şeylərə indi uşaqlar çox erkən yaşlarından baxırlar. İndi münasibətlər də biraz dəyişib. Ən böyük münasibətdə sevgi məktubu yazdığını indi mesajla bir dəqiqənin içərisində yazırsan. Amma onda bir məktub yazıb da illərlə, aylarla, günlərlə gözləyir. İndi mesajdır, o başından yazdı. Varsan, yoxsan. Yoxdur, qutardı, atdı, bloka çıxdı, getdi. O da bir də belə şey yox idi. Ümumiyyətlə, Azərbaycan mədəniyyəti sizi qane edirmi? Yox, təəssüf ki, biz hər gün mədəniyyətdə bir addım geri gedən cəmiyyətik. Bu məni olduqca qorxudur. Olduqca qorxudur və biz bundan çox böyük əziyyət çəkəcəyik. Sivilizasiyaların, düşüncələrin, təfəkkürlərin toqquşması baş verir. Bizdə liberalizmin nə olduğunu bilməyənlər ən böyük liberal düşərgəni təmsil edirlər. Dinin nə olduğunu bilməyənlər böyük əksəriyyəti dini təmsil edirlər. Biz hər gün geriyə gedirik. Hər gün geriyə gedirik. Biz hətta fransız kimi geyinib alman maşınlarında gəzsək belə düşüncəmiz təəssüflər olsun ki, orta əsr düşüncəsindən o tərəfə keçə bilmir. İqbal bəy, bilirəm ki, sosial mediada varsınız. Yəqin ki, sizin də rastınıza çıxır. Bugün bayağı musiqilər və ifaçılar. Yəni, burada məsələ o bayağı ifaçı deyilən anlayışı yoxdur. Bayağı zövq deyilən anlayışı var. Biz isə hamımız bayağı zövqün daşıyıcılarıyıq. Biz sevmədiyimiz şeyi bizə niyə oxusunlar ki? elə onlar da onu deyirlər. Deyir, xalq dinləyir, biz də oxuyuruq. Demək, bayağı zövq var. Bizim zövqlərimiz korlanıb. Açın, baxın, o musiqinin 4 milyon, 5 milyon izləyicisi var YouTube səhifəsində və yaxud TikTok platformasında və yaxud da sosial şəbəkələrin digər platformalarında. Sizcə niyə? Hardan aldılar bunu? Afrikadan mı gəlib qulaq asırlar onlara? Yox. Biz ilk qulaq asan, biz. Demək, zövqümüz korlanıb. Biz o zövqün daşıyıcılarıq, biz onu oxuyurlar. Biz nə vaxt yaxşı mahnıya, sözləri, musiqisi, yaxşı mahnıya qulaq asmaq istədik ki, biz onu oxumadılar. Biz gedirik, iri-iri gözlərini sifariş veririk oynamaq üçün. O da o iri-iri gözlərini oxuyur. O oxuyana deyirik zövqsüzdür, dinləyənə və oynayana deyirik ki, bu yaman oğlandır. Yaxşı adamdır, çox gözəldir, müasirdir falan, elə də şey yoxdur. Biz oynayırıq, biz dinləyirik, biz qulaq asırıq, onlar da məcbur olub onu biz oxuyurlar. Bu bayağılığı addım gətirib cəmiyyəti bu yerə çatdırmasaydı, bir normal mədəniyyət konsepsiyası, normal incəsənət konsepsiyası, kino konsepsiyası, teatr konsepsiyası, bədii əsər konsepsiyası olmuş olsaydı, cəmiyyət gəlib bu yerə düşməzdi. İndi də onlar oxuyur, özdə Ayçini, Çəndandır, nə də oxuyurlar, Xandandır. Sizə mi dinləmişsiniz? Mən hər şeyi dinləməyə məhkumam, borçluyam. Niyə? Mən siyasətçiyəm, mən bilməliyəm bu vətəndaşım nəyi dinləyir, nəyi oxuyur, neyiniyir. Mən hər bir şeyi dinləyirəm. Amma yenə deyirəm, bu varsa, bunu dinləyən var. Açın, YouTube-da baxın, neçə milyon baxışı var. İndi sizlə bir maarifləndirici bir sahədə çıxış etdiyi ümumi bir şey. Baxın, sizin də baxış sayınız, onu da görün nə qədər baxın. Son zamanlar o cür ifaçılara qadağalar qoyulub. Buna münasibətiniz?
İndi dünyanın elə bir yeridir ki, qadağa qoymaq üçün imkanlar olduqca məhduddur. Siz dövlət televiziyalarından və yaxud da özəl televiziyaların efirini qapadacaqsınız onların üzünə. Bu qədər, belə deyil. Gəlin siz dövlət televiziyasının və ümumiyyətlə özəl televiziyaların tamaşaçı kütləsinin sayına baxın. O TikTokda, sosial şəbəkənin digər segmentlərində olan tamaşaçıların 10-dan biridir. Oradan köç eləyib gələcək YouTube-a, köç eləyib gələcək TikTok-a, köç eləyib Instagram-a gələcək, köç eləyib Facebook-a gələcək. Sən bunu edə bilməzsən, bununla heç nə dəyişmir. Bu inzibati üsullarla, bu qadağalarla uzun müddət gedə bilməzsən. Sən zövq formalaşdırmısan. Adam onu tələb eləyir. Toyda adam bunu oynayır. Balasının ən əziz günündə bunu oynayır. Balasının ən əziz günündə bu adamı gətirir, 10 minlərlə pul verir ki, sən Allah bunu oxu mənə. 1 saat. Bilirsinizmi? Gətirir, oxudur onu. Sən onu hara qovursan? Sən zövqü dəyişmək barədə düşün. Onu düşünməyəcəksənsə, heç nə dəyişməyəcək. Qovduğun adamı 3 aydan, 4 aydan, 5 aydan sonra televiziya səni məcbur eləyəcək, geri qaytaracaqsın. Və yenə deyirəm, altından xət çəkərək deyirəm. O adamların üzərinə yüklənməyin. Siz o adamlara ciddi musiqi sifariş verin. Oxuyanda gedin saxlayın, deyirəm bunu oxuma, mən bunu dinləmirəm, dinləməyəcəksən. O adam oxumayacaq onu. O adam sənin sifarişini yerinə yetirir. O, dediyim tipli mahnıları oxuyanda baxır ki, YouTube-da izləyici sayı 5 milyondur. Bir ciddi xalq mahnısı oxuyanda görür ki, 30 min izləmir. Deyir, mən niyə xalq mahnısı oxuyum ki? 5 milyon həm YouTube-dan pul qazanım, həm də toy tutum. Həm də tədbir tutum. Niyə? Niyə oxumasın ki onu? Biz, onlar deyil. Maraqlıdır, İqbal Ağazadənin musiqi zövqü necədir? Kimləri dinləyirsiniz? Mən musiqi zövqü anlayışını qəbul etmirəm. Mən əhval musiqidir, başqa teatrdır, kinodur və digər. Bu əhval məsələsidir, bilirsinizmi? Heç kim deyirsə ki, mən bir ömür caz dinlədim, mən caz vurğunuyam. Mən ona ciddiliyinə biraz şübhə ilə yanaşıram. Kim deyir ki, mən ancaq lirik mahnılara qulaq asıram? Mən biraz şübhələnirəm. İnsan bir ömür lirik mahnılar əhvalında ola bilməz, ruhiyyəsində ola bilməz. Bu mahnılar, mən mahnılarda sevirəm, bütün növ mahnıları sevirəm. Amma birinin sözünü sevirəm, birinin xatirəsini sevirəm. Mən bir dəfə çıxışlarımın birində demişim. Çoxlarının sevmədiyi gitar əsasını mən çox sevirəm. Bircə şeyə görə mənim bir xatirəm var, bir assosiasiyam var. Mən kənd toyları mənim yadıma düşəndə, birinci növbədə o gitaranın səsi mənim qulağıma gəlir. Mənim isə kəndim dağıdılıb, yoxdur kəndim indi. O elim obam yoxdur. Mənim kəndim geri alınıb, mən bir dəfə də demişdim, Küllü Qarabağ geri alınacaq. Amma o kəndin ansambli daha olmayacaq, heç vaxt olmayacaq. Çünki o adamlar yoxdur orada, o evlər yoxdur orada, o cığır yoxdur, o yol yoxdur, o xatirə yoxdur, o heç nə yoxdur. Amma o gitaranın səsində o var və mən onu sevirəm. Mənim onu heç kim qadağan edə bilməz. Hətta Hind mahnılarının o gitarada çalınmasını çox sevirəm. Çünki o mənim kəndimin toylarını mənə assosiasiya elətdirir. Və hətta kimlərinsə oynamağı görür, gəlir bir xatirə lenti kimi gözümün önündən keçir. Musiqi əhvaldır. Mən necə deyə bilərəm ki bu? Mən necə deyim ki, mən həmişə Hacı Baba Hüseynova qulaq asıram, həmişə Yaqub Məmmədova qulaq asıram, ya Zülfiyə qulaq asıram, ya Cabbara qulaq asıram və yaxud da mən həmişə Vaqif Mustafazadəyə qulaq asıram və ya Pavarottiyə qulaq asıram. Yanlış bir şeydir. Hansı dövrdə, hansı yerdə? Bir yerdə Flora düşür könlünə, bir yerdə İlhamə düşür. Bir yerdə Yaqub Məmmədova qulaq assan, bir yerdə Xanəminin. Bir yerdə heç tanış olmadığın bir səs düşür. Bir yerdə o qədər yanıqlı olursan, rəhmətli Səxavəti dinləyirsən. Bir yerdə Zeynəb xanımın dinləyirsən. Bir yerdə Röyanı dinləyirsən. Hər kəsi dinləyə bilirsən. Bir yerdə Zamiqi dinləyirsən. Hər kəsi. Xalqa kömək etmək üçün doğrudanmı deputat olmaq lazımdır? Yox, xalqa kömək etmək üçün mütləq səlahiyyət sahibi olmalısan. Mütləq. Hər kəsin, hər yerin qanunları var. Hətta ən intim yerlərin özünün də qanunları var. O qanunlara riayət edəcəksən. O qanun o demək deyil ki, səni buxovlanmalıdır. Biz qanunu çox səhv başa düşürük. Biz elə bilirik ki, qanun buxovlamaq üçün. Qanun bizi azad etməkdən ötürüdür. Pis şeylərdən azad edir, sərhədimizi bəlli edir ki, bax bu sərhəddir. Mən sizə sadə bir şey deyim. İnsanlar bəzən azadlıq anlayışını belə çox fərqli nəzərdə tuturlar. Baxın,
Hər kəsin bir qırmızı xətti olmalıdır bütün sferalarda. İnsanlar hamam otağından çıxır, mütləq bir şey geyinir çıxır. Yataq otağına, öz yataq otağına çıxır. Mütləq bir şeylər geyinir. Yataq otağından evin içərisinə çıxır, mütləq paltarını dəyişir çıxır. Başqa bir geyimdə çıxır. Ev geyimindən küçəyə çıxır, mütləq geyimini dəyişir. Çünki insanlar içinə çıxır. Niyə sizcə? Xətlərini müəyyən eləyib ki, bu olar, bu olmaz. Hər bir insanın olar, olmazı olmalıdır. Bax, bu olar, olmaz dediyimiz qanundur əslində. Biri yazılmış, biri yazılmamış. Biz ona riayət etməliyik insan olaraq. Münasibətlərdə də el olmalıyıq. Hətta göz təmasımızda da el olmalıyıq. Baxışımızda nə olar, nə olmaz var. Olar, olmazlar var. Bu həyatın olar, olmazı olmasa, həyat çox pis olar. Çox eybəcər olar. Gözəlləşdirən olar, olmazdı. İnsan anadan doğulmuşdu, lütüryan. Niyə geyindirdilər insanı? Təkcə ayıb yerlərini örtməkdən ötürü mü? Yox, həm də insanı gözəlləşdirməkdən ötürü. Ailənizdə qadağalar qoyursunuzmu? Mən insanların istəmədiyini etməyə məcbur etmirəm. Amma prinsiplərim və xətlərim var. O isə deyilməmiş. Deyiləndə artıq onun mənasını itir. O başa düşür artıq. Övlad da körpəlikdən başa düşür ki, nə olar, nə olmaz, ailənin dəyərləri nədir? Sənlə bir yerdə addımlayan adam bilir ki, nə olar, nə olmaz və onu dəyərləndirir. Dəyərləndirirsə, nə mutlu sənə. Və son olaraq belə bir sual. Bugün İqbal Ağazadə qonaq qismində özünə qırmızı xətlər çəkdimi? Yəni bu söhbətlərdə. Təbii çəkdi. Yenə deyirəm, olmazlar var. Çox açıq danışardım cəmiyyətin də problemlərindən, özümün də problemlərimdən, yanaşmalardan da. Amma cəmiyyətimizi incitmək istəmədim. İncitmək istəmədim. Mən cəmiyyətimizi, Azərbaycan insanını çox sevirəm. Mənim üçün vətən anlayışı torpaqla, yurtla, dağla, daşla ölçülmür. Dağın, daşın gözəlliyi ilə vətən anlayışı olmur, vətən insandır. Təşəkkür edirik sizə. Mən sizə təşəkkür edirəm.